Deyək ki, məsələn, hər hansı bir müsəlman ölkəsi ayı müşahidə edib və görüb ki, yeni ay çıxdı və başlayıb oruç tutmağa. Bu xəbər çatıb başqa bir müsəlman ölkəsinə. Həmin müsəlman ölkəsi də ayı izləyir. Lakin onlar təzə doğmuş ayı görməyiblər. İndi alimlər burada ixtilaf ediblər ki, həmin o ayı görməyən ölkə var ha, onlar ayı müşahidə edib görən ölkə ilə getsinlər, yoxsa getməsinlər. Bax, o isə göstərilən fətvalar həmin o məsələyə aid. علما بأنها تعتد وتأخذ بالحساب الفلكي كما سبق في أعوام مضت. هل يجوز لي الفطر معهم أم مع المملكة؟ النبي صلى الله عليه وسلم يقول صومكم يوم تصومون، تصوم مع المسلمين ولا تخالف المسلمين، فتتبع أهل بلدك ولا تفطر وهم صائمون أو تصوم وهم مفطرون. ولو رأيت هلال شوال لا تفطر، كن تبعنا واتهم رأيك. ما أجبتك عنه، حتى لو كانت الدولة تؤذن الصيام أو الإفطار بطريقة غير شرعية لا يستطيع الشعب أن يقاوم الدولة لأنه هتصير مسألة أكبر. 2019'u başlayır. Elhamdülillah, özü bilər, çox gözəl. Allah qəbul eləsin, Allah müvəffəq eləsin. 2018'i başlayır. Elhamdülillah, nə gözəl. Allah müvəffəq eləsin. Yəni bir-birinizə bu məsələdə etiraz eləməyin, mübahisə eləməyin. Bizdə baxırlar aya. Kim deyir ki, bizdə aya baxmırlar. Bizdə rəsədxana var. Hətta bizdə təyin eləyəndə, hətta namazların da vaxtlarını rəsədxana ilə götürürük. Yəni biz görürük ki, onlar şeyxlərini də baxmırlar bu məsələdə. Sadəcə burada nədir? Müxalif olmaq. Əhlüsünnə mənhəci ilə gedəndə hamı belə deyirdi. Elə ki, Əhlüsünnə mənhəcindən çıxdılar Mumeyyiliyə və s. Hamısı birdən dedi ki, yox, biz indi belə deyirlər, başqa ölkədə Saudiyadan gedəcəyik. Bunlar cəmaatın birliyin fikirləşmirlər. O hədislər ki var, cəmaatla tutun, cəmaatla, yenə onlar fırladılar ki, bu ayı görməyinə aiddir. Lakin əslində burada o alimlər ki, deyib, fətva verəndə təbimlə gedirlər və s. Onlar bunu gətirib ki, cəmaatla gedirlərsə, cəmaat orada tutsa, onlar nə olur? Deyirlər, 18'i tutur, qalın 19'u. Yaxşı, bayramda necə olacaq? Və bunlar məsələni yüngülləşdirmək istəyirlər. Deyirlər ki, bu fikridir. Yəni, o hamısı nədir? Yəni, məsələ işlə də, hətta xurucda da deyirlər, cüzü məsələdir. Deyir də xuruc. O cüzü məsələdir və ya fikri məsələdir. Bunlar məsələni istəyirlər. Yəni, hələ belə məsələdir. Kim necə istəyir eləsin? Hələ olmaz axı, bəs bunun sabahsı günü var. Bunun bayramı var. Necə yəni? Biri bayram eləyəcək, biri oruçdur. Aləm qarışır bir-birinə. Yəni, onlar onu nəzərə almayıblar. Biz bilirdik ki, biz deyəcən, xavariclərlə bizdə bu müşkül məsələ var idi. Xavariclər israr edirdilər. İndi xavariclər susublar, gediblər, dincəlirlər, xavariclərin işin bunlar aparır. Elə təlbələndirirlər ki, artıq dövlətə çox etimad etmək lazım deyil ölkəyə. İxtilaf olsa da, ixtilafları qəbul eləyin, ona aparır. Mumeyyiliyə.